Bismillahirrahmanirrahim. Zilhicce ayının biri iki mühüm hadisə baş vermiştir. Birincisi, Hz. İbrahim Aleyhisselam Zilhicce ayının birində dünyaya gelmiştir. İkinci hadisə, Hz. Peyğəmbər Aleyhisselamın əziz ciyər cuşəsi Xanım Fatimə Zəhra Aleyhisselamın Əmir el-Müminin Ali ibn Əbi Talib Aleyhisselamla izdivac etdiyi gündür. Yəni bu günlərim imamətlə nübüvvətin birləşdiyi bir gündür və 12 imamın imamətin, yəni biri Əli Aleyhisselam və ondan sonra 11 evladının bugünkü nuraniyyət dəryasının qovuşduğu gündür. Bu münasibətlə bütün möminləri Əhl-i Beyt məktəbinin aşiqlərini təbrik edirik və Allah'tan istəyirik ki, dünyada o izdivacın mübarək nuraniyyət damcıları da bizim dünyada əzizlərimizin üzərinə çilənsin və onlar da bugünkü günü əziz tutsunlar və bugünkü gündə bir-birini təbrik eləsinlər. Peyğəmbər Aleyhisselamdan da belə bir hədis var, imamlarımızdan da belə bir hədis var. Buyurulur ki, əgər Mövla-i Müttəqiyan dünyada olmasaydı, Adəmdən ta qiyamət gününə qədər elə bir şəxs tapılmazdı ki, Zəhraya layiq olsun və Zəhra Aleyhisselamla həyat qursun. Allah elə bir Adəm evladı yaratmamışdır. Bugünkü gün, bəli, mən yalnız təbrik deyib fəqət bir tarixi hadisəni qeyd edəcəyəm. Çünki Xanım Fatimə Zəhra Aleyhisselamın haqqında çox danışmışıq və əziz möminlər də eşidiblər, əziz ruhanilər də danışıblar. Fəqət bir xanım ki, bugünkü gündə həmçinin qeyd edilməsi gözəl olardır. Xanım Fatimə Zəhra Aleyhisselamın əgər biz izdivacına diqqət eləsək, xanım toy günü əynində gəlinlik geyimini ehtiyaclı ondan geyim istəyən bir xanıma hədiyyə verdi. Baxın, diqqət edin. Yəni İslamiyyətdə Peyğəmbər qızı olasan, gəlin köçəsən, əyni və gəlinlik paltarı geyinəsən və biri də həmin vaxtı gəlir, səndən deyir ki, mənim geyinməyə bir libasım yoxdur. Xanım libası əynindən çıxararaq köhnə libas geyinir, yəni evdə geyindiyi libası geyinir, öz gəlinlik donunu həmin o ehtiyaclı xanıma verir. Dünyada belə bir xanım olubdurmu? Heç bir vaxtda olmayıbdır. Amma biz heç olmasa müəyyən dərsləri götürək bu məsələlərdə. Məsəl üçün, bugünkü gündə baxırsan ki, Allah bizim balalarımızı, gəlinlərimizi, bəylərimizin hamısını xoşbəxt eləsinlər. Amma nə qədər israfa yol verirlər. Məsələn, gedib kiraya gəlinlik donları alırlar. 5 min, 10 min, hətta eşitdiyimiz, bildiyimiz 50 minə qədər gəlinlik donları alıb geyinirlər. Amma nə yaxşı olardı ki, o minlərlə pulu verib bir günlük geyimə görə onun heç olmasa bir müəyyən orta bab bir hissəsini alıb geyinərək gəlin olsaq və yerdə qalan pulu xanımlar üçün tanıdığı 5-10 dənə xanıma gedib dükanda bir gözəl libas alıb versə gözəl deyilmi? Daha yaxşı olmazmı? Amma biz baxırıq ki, bu günlərim bəzi insanlar özlərinin sağlığında geyinmədikləri paltarları, hansı ki müəyyən qədər geyiniblər, gətirirlər ki, apar bunu ehtiyaclı kasıblara ver. Amma ona mən hətta bir dəfə demişəm ki, xanım, əgər özlərin geyindikləri paltarları sənə versələr geyinərsənmi? Yəni özünə məsləhət bilmədiyin geyimi niyə başqasına gətirib verirsən? Hansı ki, neçə gün geyinmisən bunu? Və yaxud da gətirib meçidlərə işlənilmiş paltarları, ölülərin paltarını verirlər. Hansı ki, Quran buyurur ki, özünüzə məsləhət bildiyiniz geyimləri ehtiyaclar verin. Nəinki öləndən sonra gətirib ata-babamızın ya kiminsə geyimin verir. Bu müsəlmançılıqda diqqət olunması məsələdir. Mən ona görə də istəyirəm ki, gənclərimiz biraz diqqətli olsunlar, müsəlmanlarımız biraz diqqətli olsunlar bu məsələlərdə. Özlərinə rava bildikləri
geyimləri versinlər o ehtiyaclı insanlara. Hətta bugünkü gündə məsələn baxın toylarda nə qədər israf elədik. İllərlə bəlkə 20 ildir biz toylarda olan israfları görmürükmü? O israflar ki, stolların üstündə nə qədər artıq təamlar ki, hətta şəkilləri çəkib nə edirik? Biz TikTokda və yaxud da ki, sosial yerlərdə biz yayırıq. O şəkillər ki, hansı ki, ehtiyaclı insanlar nə o meyvələri yeyiblər, nə o yeməkləri, təamları yeyiblər. Amma sən çəkib qoyursan, nə qədər insan ona baxır və nə çəkir bir Allah bilir. O toylardan o qədər artıq qalan şeylər aparıb o yetim, fəqirlərə verilsə yaxşı olmazmı? İsrafları etməsək daha yaxşı olmazmı? Yəni bu şeylərdə diqqət eləmədik və indi də Allah o nemətlərin əksərini bizdən aldı. Baxın görün artıq nə qədər fəqir-füqara artıbdır. Nə qədər ehtiyaclı insanlar həyat qura bilmirlər. Artıq mətbuatda da getdi ki, Azərbaycan boşanmada dünyada və Avropada birinci yerə çıxıb da boşanmada. Biz həmin insanlar deyildikmi? Biz bu qədər deyilən Allah, Quran, Peyğəmbər sözlərinə laqeyd yanaşdıq. İndi həmin pəhə-pəhlə qurulan o qohumluq düşmənçiliyə çevrilibdir. Nə qədər ailələr dağılıbdır. Biz bununla hara gedirik və bununla da biz nə düşünürük? Xoşbəxtliyi harda? Haramlarda axtarırıqmı? Əllərinə alıb istəkanları Allah xoşbəxt eləsin deyərək o haramları içənlər indi o xoşbəxtliyi görürlərmi həmin ailələrdə? Nə qədər bədbəxtlik başlayıbdır. Nə qədər biz bu deyilənlərdən bir nəticə çıxartmayacağıq. Mən özümə vacib bildim ki, xanım Fatimə Zəhra əleyhissalamla, Əli əleyhissalamın izdivacında bu çox vacib olan məsələyə toxunum və bir məsələni də qeyd edim ki, bugünkü gündə insanlara xanımdan yadigar Allahın əmr etdiyi baş örtüyü məsələsində nə qədər əziyyət edirlər. Hətta məktəblərdə, bəzi məktəblər ki, bildiniz hamısı mətbuatda yayıldı. Başı açıq və yaxud da ki, utandırıcı geyim geyən məktəbliləri heç tənqid eləmirlər. Amma başı bağlı xanımlar, balalarımızı, qızlarımızı ki, məktəbə gedirlər, onları məktəb müdiriyyəti qapıda saxlayıb məktəbə buraxmırlar, get başını aç. Budurmu etiqad azadlığı? Budurmu konstitusiyanın qoyduğu qanunları biz qorumaq əvəzinə pozuruq? Kiminsə, nəyinsə göstərişi ya nə ilə? Hansı ki, bizim dövlətdə azadlıq, başörtüdə azaddır, məktəbə başörtü ilə getmək də azaddır, konstitusiyasında bu isbat olunubdur, təsdiq olunubdur və hər bir insanın vicdan azadlığı, din azadlığı qoyulubdur. Amma baxın, özbaşınalıqla bu işləri görənlər heç məsuliyyətə cəlb ediliblərmi? Məsuliyyətə cəlb olunan məktəb və yaxud da ki, bu işləri görən məmur olan insanlar xalqa tanıdılmı ki, bunlar səhv ediblər falan deyiblər. Heç bu vaxtda bir söz deyilibdirmi? Odur ki, mən özümə vacib bilirəm ki, bu şeydə diqqətli olmağı hamıdan və əsasən məsul olan şəxslərdən xahiş edirik ki, bu şeylərə diqqət eləsinlər və əziz mömin ana-bacılarımızdan, balalarımızdan da istəyimiz budur ki, öz əqidəsində möhkəm və müstəhkəm olsunlar. Allah bizim namuslu, qeyrətli qardaşlarımızı, bacılarımızı, oğullarımızı, qızlarımızı salamat eləsin və öz əqidəsində möhkəm olmağı Allahdan arzur edirik və hər bir həyat quran balamıza da Allahdan xoşbəxtlik arzur edirik.